Valideynlər və şagirdlər, bugün sizlər kanalımda xoş gördüm. Bugün sizə məktəbə hazırlaşaq kitabını izah edəcəm. Gəlin başlayaq. Deməli, biz qalmışdıq ev bölməsində. Gəlin burada yazılan sözləri oxuyaq. D-am, dam. D-i-v-ar, divar. G-a-p-ı, kapı. E-y-v-an, eyvan. Z-i-r-z, z-ə-m, zirzəmi. G-a-r-a-j, qaraj. Sonra keçək bura. B-a-c-a, baca. H-a-s-a, hasar. P-ə-n-c-ə-r, pəncərə. H-ə-y-ət, həyət. C-a-r-d-a, çardaq. Deməli, bizim danışacağımız sözlər buydu. Keçək indi. Burada bizə mövzunu daha asan qavramamız üçün şəkil də verilib. İndi bizə deyir, ev nə üçün lazımdır? Ev bizim yaşamağımız üçün lazımdır. Evin hansı hissələri olur? Məsələn, pəncərə, qapı, eyvan, pilləkanı, bir çox hissələri, qaraj hissəsi də olur bəzi evlərdə. Sən nə cür ev tikərdin? Bu hər birinizə aid bir sualdır. Fikirlər müxtəlif ola bilər deyə bu sual sizlikdir. Keçək indi səhifə 19-a. Deyir ki, evlərin fərqlərini söylə. Burada ev daş çərpicilərdən tikilib. Burada bina. Əslində burada ikisi də eyni şeydən tikilib. Burada taxtadan tikilib. Burada samanlardan tikilib. Burada isə buz parçalarından. Deyir ki, hər evin hansı materiallardan tikildiyini tap və birləşdir. Gəlin birləşdirək. Deməli, bu oduncaqdan tikilib, odunla hazırlanıb, bunu birləşdiririk. Bu ev daşlardan tikilib, ona uyğundur. Bu ev samandan tikilib, buna uyğundur. Bu isə buzlardan tikilib, buna uyğundur. Yəni, keçək aşağıdakı mətnimizdə. Toplanın evciyi. Dinləyək və danışaq. Gəlin, mən burada sizə yazacağım 1, 2, 3 və s. Belə bir şey yazacağım. Nuru yağışın altında islanmış ilk gördü. Bu 1. 2. Nuru ona yemək verdi. 3. Əvvəlcə divarları hazırladı. 4. Sonra damı qoydu. 5. Nuru iti evciyə dəvət etdi. 6. Toplan çox sevindi. Nuru niyə Toplan üçün evcik tikmək istədi? Çünki gördü ki, itcik orada islanırdı. Nuru evciyi necə tikdi? Deməli, o taxtadan tikdi. Sən Toplanı necə kömək edərdin? Bu da sizə aid bir sualdır. Ona görə siz cavablandıracaqsınız. Keçdik səhifə 21-ə. Deyir ki, Nuru evciyi nədən tikdi? Bayaq dedi, yenə də birləşdirəcəm. Taxtalardan tikdi. Nə üçün o evciyi samandan və buzdan tikmədi? Buzdan tiksəydi, əriyərdi. Samandan isə yağışın altında qalacağından əmin deyiləm. Toplan üçün evciyi daha hansı materiallardan tikmək olardı? Baxın, burada məsələn, kərpicdən, taxtadan, yəni daşlardan, taxtadan əslində, burada oduncaqdan tikmək olardı. Deyir ki, Toplan üçün evciyi daha hansı materiallardan tikmək olardı? Onu da dedik. Sağ olun, yeni videolarda görüşürüz.